Azərbaycan-Amerika münasibətləri Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində inkişaf edən çoxşaxəli əməkdaşlıq üzərində qurulub. Xəbər eksperti xəbər verir ki, Vaşinqton Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 25-də tanıyıb, diplomatik münasibətlər isə 1992-ci il fevralın 19-da qurulub. Son illərdə isə Cənubi Qafqazın geosiyasi əhəmiyyətinin artması Azərbaycan-Amerika münasibətlərinə yeni məzmun gətirib. Avropa ilə Asiyanı birləşdirən nəqliyyat marşrutlarının şaxələndirilməsi, enerji və rəqəmsal bağlantıların inkişafı, Xəzər hövzəsinin strateji əhəmiyyətinin artması və regionda yeni təhlükəsizlik arxitekturasının formalaşması Amerikanın Cənubi Qafqaza marağını artırıb. Bu prosesdə Azərbaycanın əlverişli coğrafi mövqeyi, enerji və tranzit imkanları, iqtisadi potensialı və regional diplomatiyada artan çəkisi onu Vaşinqton üçün əhəmiyyətli tərəfdaşlardan birinə çevirib.